Mr. Zuckerberg, let me start with you. Did I hear you Senator Josh Hawley ile Mark Zuckerberg arasında 2024-cü ilin yanvar ayında keçirilən Senat dinlənməsinin əsas mövzusu sosial media platformalarında uşaqların təhlükəsizliyinin təmin olunmaması və bu sayədə texnoloji şirkətlərin məsuliyyətsizliyi idi. say in your opening statement that there's no link between know full well your product is a disaster for teenagers. Senator, and yet that's you not keep true. right on doing what you're doing. Senator çıxışına açıq ittihamla başladığı halda Mark Zuckerberg bu iddianı şifahi olaraq rədd etsə də başını aşağı salması və göz kontaktından yayınması onun bədən dili səviyyəsində emosional təzyiqi qəbul etdiyini və müdafiə mövqeyini keçdiyini göstərir. He found when he studied your products. So, Dodaqların sıx şəkildə bir-birinə qapanması və ya tez-tez yalanması bədən dilində emosional gərginlik, narahatlıq və özünə nəzarətin itməsi kimi halların qeyri-verbal göstəricisi hesab olunur. Sözü gedən dinləmə zamanı Zuckerberg'in bu davranışı onun vəziyyət üzərində nəzarətini itirdiyinə və emosional narahatlığının yüksək olduğuna dair vizual siqnal kimi dəyərləndirilə bilər. unwanted sexual advances. Senator Hawley'nin çıxışı kəskin ittihamlarla müşahidə olunsa da, onun üz mimikasında ikrah, qəzəb və ya mikroifadə səviyyəsində emosional təzyiq əlamətləri müşahidə olunmur. O mimik olaraq sabit və neytral ifadə ilə çıxış edir ki, bu da emosional özü idarənin yüksək səviyyəsini və vəziyyət üzərində tam nəzarət əks etdirir. You knew about it. Who did you fire? Because you didn't fire anybody. Dodaqların tez-tez yalanması, dilin açıq şəkildə nümayişi və bu hərəkətlərin ardıcıl olaraq təkrarlanması bədən dilində narahatlıq, daxili gərginlik və psixoloji diskomfortun qeyri-verbal göstəriciləri kimi qəbul olunur. Have you compensated any of the victims? I don't believe so. Senator tərəfindən kompensasiya ilə bağlı sual ünvanlandıqda, Mark Zuckerberg'in qaşlarına çatması və üz əzələlərində müşahidə olunan gərginlik onun mövzuya qarşı yüksək emosional reaksiya verdiyini və dərhal müdafiə mövqeyinə keçdiyini göstərir. Qaşların çatılması xüsusilə frontal əzələlərin aktiv iştirakı ilə tez-tez narahatlıq, konsentrasiya və ya psixoloji müqavimətin göstəricisi kimi çıxış edir. Some compensation? Kompensasiya ilə bağlı sualın davamı olaraq Mark Zuckerberg'in baxışlarının aşağıya yönlənməsi, dodaq əzələlərinin gərgin vəziyyət alması və glabella bölgəsində iki qaş arası nəzərə çarpacaq gərginliyin yaranması onun emosional narahatlığının davam etdiyini və daxili psixoloji müqavimətin gücləndiyini göstərir. Families of victims here today. Have you apologized to the victims? Would you like to do so now? Well, They're here. You're on national television. Would you like now? have suffered. Ayaq üstə duraraq üzr istəmək anında Mark Zuckerberg'in krestodan dayaq kimi istifadə etməsi, onun şuuraltı şəkildə emosional dayaq axtardığını və vəziyyətə qarşı psixoloji müqavimət göstərdiyini göstərir. Bu cür bədən dili davranışı təzyiq altındakı şəxslərin daha çox fiziki dəstəyə müraciət etmələrini əks etdirən bir qeyri-verbal göstəricidir. Eyni zamanda korpusunun tam şəkildə auditoriyaya yönlənməməsi, onun emosional qorunmağa və geriyə çəkilməyə meyilli olduğunu vurğulayır. Why is it that you can claim you hide behind Mark Zuckerberg'in tez-tez aşağıya baxması, dodaqlarını sıxması və əllərinin bir-birinə yaxınlaşdırması onun qeyri-verbal davranışlarının xüsusilə də liderlik mövqeyində olan bir şəxs üçün neqativ əlamətlər olduğunu göstərir. Senator, I don't think that's my job is to Sounds make like a sure we no. build good tools. My Senator Hawley bədən dilini yüksək peşəkarlıq və tam nəzarət altında nümayiş etdirir. Üzün daha çox ifadə verməsinə baxmayaraq, o sözlərindən asılı olmayaraq bədən dilini mükəmməl şəkildə idarə edərək mövqeyini qoruyur və dominant mövqedə çıxış edir. compensate them? You've done nothing to put it right. You could do so here today, and you should. You should, Mr. Zuckerberg.